Gene giyecek duruyor orada. Yola zahmet işte. Kadın heda ama. Takıyoruz takıyoruz. Allah Allah gibi diyorlar. Ondan sonra bir şey Bugünkü dersimizde böyle boş. Sizin ağırlık etmeyeceğim. Dersiyle özümüzü izah edeceğim. Çünkü bütün dersler tekrarı geçtik. Sizin indiye kadar öğrendikleriniz hele qane etdiniz. Müddətdir ki, riyaziyatın əsaslarını başa düşmüsünüz. Müəllimlərin dediklərini və özümün nə qədər teorim, aksiyon, lemmaları demişəm, hamısını qaytarıb demişsiniz, ona görə sizi bildirmirəm. Bugünkü məqsədim odur ki, siz sabah imtahan verməyə, başqalarının yanında söz danışmağa qüdrətiniz çatsın deyə yenə riyaziyyatın iqtidai hissəsindən sizə məlumat verəcəm. Ədəb anlayışı çox qədim bir anlayışdır. Eramızdan əvvəl bununla məşğul olurlar. Sonra illər keçibdir, tam ədədlərə kəsirlər daxil ediblər. Ondan sonra kompleks ədədlər nəzəriyyəsi gəlib meydana çıxıbdır. Alimlərin, onların sələflərinin, o xələflərin riyaziyyata gətirdiyi yenilikləri sizin bilməyiniz hal-hazırda lazımdır. Zamanının elə bir vaxtıdır ki, riyaziyatsız addım atmaq mümkün deyildir. Ona görə mənim deməyim odur ki, sizin indiyə qədər o bildiklərinizi biraz da möhkəmləndirib, sabah həyata addım atanda çətinlik çəkməyəsiniz. Riyaziyyat elmi elmlərin açarıdır. Əgər riyaziyyatı başa düşən adam olsa, qalanlarından çox şey anlaya bilər. Şair gərək riyaziyyatı bilsin. Ədəbiyyatçı gərək riyaziyyatı bilsin. Həkim gərək riyaziyyatı bilsin. Birdən həkim bir dənə səhv eləsə, o çəkini xırda bir miqdarında xəstəni ağır vəziyyətə sala bilər. Sürücü, təyyarəçi, bunların hər birinə riyaziyyat lazımdır. Ona görə mənim deməyim olur ki, o bildiklərinizi biraz da möhkəmləndirib, sabah həyata atılanda riyaziyyatı özümüz üçün bir güzgü, bir bayram verib, onunla irəli gezməyə qüdrətiniz çatsın. Bəlkə sualınız, bəlkə bir deməyə sözünüz var. Sağ olun əslində. Yeni gələcək həyatımızda inşallah üçün sizin də rolunuz çoxdur. Yəni sizinlə baxan bütün müəllimlərin rolu çoxdur. Biz bütün müəllimlər qarşısında baş əyirik və daim də sizə minnətdarıq. Sağ olun. Biz bilgilərə görə çox sağ olun dedik sizlərə. Allah sizə can sağlığı versin, uzun ömür. Bu kollektiv adında deyilik sizə, öz adınızda demirik. Sizə gələcəkdə uğurlar. Mən sizə deyəcəyim, son vaxtda heç bir kitabda, heç bir radyoda, televizorda eşidilməyən bir cümlə deyəcəm, bir fikir deyəcəm. Sonraki günləriniz o qədər gözəl olsun ki, əvvəlki ən yaxşı günlərimiz üçün həsəd aparmayasınız. Deyil, deməyəsiniz, qalacaq. Çox sağ olun. Allah cəmlədə Azərbaycan əsifəsiniz. Sağ olun. Sağ olun. Sağ olun.
Yox, onu elə, bu tez yaxşı onu eləyər. Beşə xarac deyil. Hiç baxmışam. Havandı. Ama da razıymış. Sonra bakın. Bu da şey. Sabahınız xeyir olsun. Sizinlə gözəl yay səhərində Elşən Səfərov adına Çayrit Kənd Tam Orta Məktəbinin həyətində toplaşmışıq. Bugün məzunlarla görüş günüdür. İllərdir ki, bu görüş günləri keçirilir. Bir ənənə şəklini almışdır. Bu ildə Çok sağ olun. Böyümək eşqi ilə uşaqlıqda mən boyumu ölçərdim gündə 10 kərə. Çox vaxt gileylənib kiçikliyimdən iftə ilə baxardım mən böyüklərə. Dəyişir insanda məhəbbət, həvəs, illər də ömürdən gedir boş yerə. Bugün böyüklərə deyil, nədən bəs? İftə ilə baxıram mən kiçiklərə. Deyin, hara belə tələsirsiniz? Sizsiniz ömrümün yelkəni illər. Mən sizi qovardım uşaqlığımdan. İndi qovursunuz siz məni illər. Salam, hər vaxtınız xeyir olsun dəyərli qonaqlar, əziz çağırıldılar. Bu gözəl yay səhərində xoş gördük hamınızı. Bugün bura yığışmağımızın məqsədi doğma vətənə, elə obaya, yurda olan sevgimiz, hər birimizin həyatında önəmli rol oynamış doğma məktəbə olan məhəbbətimizdir. Bu bayram artıq kəndimizdə ənənə şəklini alıb, kəndimizin tarixində qovuşma günü kimi qeyd olunur. Məktəbi 50 il, 40 il və bundan qabaq bitirmiş məzunlarımız bir araya gəlib kəndimizin daha da inkişaf etməsi naminə, məktəbə gəlməkləri ilə şagirdlərə dəstək olmağa, onların gələcək təhsillərində daha yaxşı oxumağa sövq edirlər. Əsl vətəndaş kimi yetişmələrinə nümunə göstərirlər. Bu il həmin məzunlardan 30 il və 25 il bundan əvvəl məktəbi bitirən məzunlarla görüş günüdür. Hörmətli məzunlarımız, hər birinizi bu gözəl gündə bir daha salamlayır və hər birinizə xoş gəlmisiniz deyirik. Bayramınız mübarək. Təbrik üçün söz birinci sinif şagirdlərinə verilir. Buyurun. Sevimli müəllimlər, əziz məzunlar, sizi Elşən Səfərov adına Çayrit Kənd Tam Orta Məktəbinin 1-ci sinif şagirdləri adından salamlayıram. Bizim ana qədər
doğma olan məktəbimizə xoş gəlmisiniz. Çox sağ olun ki, neçə illərdən sonra məktəbin və bizim görüşümüzə gəlmisiniz. Biz də çalışarıq, sizin yolunuzu şərəflə davam etdirək. Çox sağ olun. Güneştir söne bilmez, yolundan döne bilmez. Yükseldi ene bilmez, ay yıldızlı bayrak. Gel yoldaşlar, mikrofonu ver. Çekin onu. Daim dünyasın savaş gününde, asker silahıyla seritten görüm. Yalnız zafer çalmış şehit elinde, seni alkış için eğlen gör. Gel gönlüm. Üç renkli bayrağımın gölgesinde ben Karaca torpağı vatan görmüşem. Zafer güllerini devri qədimdən bayrak ışığında biten görmüşem. Bayrak mənliyimdir, bayrak kimliğim, bayrak öz yurdumda öz hakimliğim. Dalğalan deniz müsəbbim, bayrağım adım benim, ayırmaz asker kudretlim, bozulmaz andım benim. Duyğumuz kanımızdır, kalbimiz yanımızdır, Azerbaycanımızdır, aylı yıldızlı bayrak. Yok. Elma. Tarihten kadimdir, zamandan koca. Benim bayrağıma sancılar hila, bana nur saçır tarih boyunca. Məbədlər başıma ucalan hila. Kardeş adının ayak izi var, bu sefer bayrağı orada dikersin. Geçtiği yerlerden dağlar yamaçlar, onun üzerine salama gel. Çetin yollardan geçip, birliklerden don biçip, elime doğru yol seçip, benim doğma məktəbim, benim doğma məktəbim. Fikirler dünyasıdır, hayatın aynasıdır, bizlerin anasıdır, benim doğma məktəbim, benim doğma məktəbim. Birlik ile artarıq, koynunda koy artarıq, biz kamala çatarıq, benim doğma məktəbim, benim doğma məktəbim. Fikirler dünyasıdır, hayatın aynasıdır, bizlerin anasıdır, benim doğma məktəbim, benim doğma məktəbim. Məktəblər içrə təkdir, uşaqlar gül çiçəkdir, ömrümə sığal çəkdim, benim doğma məktəbim, benim doğma məktəbim. Fikirlər dünyasıdır, hayatın aynasıdır, bizlerin anasıdır, benim doğma məktəbim, benim doğma məktəbim. Sağ olun. Çok sağ olun. Geç. İndi ise söz musiqiçilerindir. Təmiraz müəllimin rəhbərlik etdiyi Nur ansamblını sizlərə təqdim edirik.
Qəşəng. Hadi bir kahve içelim. Haşiye var. Bana var. Orada. Yok sağ ol.